Filmlərdə göstərilənlər təkcə obyektiv reallığı göstərmir, həm də qəhrəmanın perspektivini açmağa çalışır. Kamera orta və ya uzaq məsafədədirsə, obyektivliyi artır. Ancaq göstərilən qəhrəmana kamera yaxınlaşdıqca obyektivlik yerini subyektivliyə verir. Hadisələrə və obrazlara bu cür yanaşma obyektiv və subyektiv kamera adlanır. Azərbaycan kinosundan nümunələrlə bu anlayışları daha dərindən ələ almağa başlayırıq. Bu video Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə çəkilir. Bir cənub şəhərində obyektiv təsvirlərlə başlayır. Salam Meleşin. Yallah. Bu 5 il doları bir yerdə görəndə sən öl yer ayrılır görürəm sinə də. Ağa bala siz bizi neyinə bilərik? Hala mənə bax, o bizdən böyük də olsa biz özümüz gerək bu işin axırına çıxayıq. Hala bunu belə qoymaq olar. Təfavütü nədir? El ağabala da bizimkidir də. Madam ki özü gəlib öz işi ilə camını çəkər. Buna nə olub görəsən? Aşnam heç evdən... Əvvəlcə məkanı görür, sonra həmin məkandakı obrazların söhbətinə qulaq asırıq. Ancaq Ağabalanın hadisə yerinə yaxınlaşması və Səfərəlinin narahatlığı getdikcə kameranı subyektivləşdirir. Obrazların yaxın təsviri həm gərginliyi artırır, həm də vurğunu gücləndirir. Ağabala ilə Səfərəli üz-üzə gələndə isə obrazların təsviri ziddiyyət təşkil etməyə başlayır. Ağabala yaxından aşağıdan yuxarı çəkilir və obrazın səhnədaxili iqtidarına və gücünə vurğu edir. Səfərəli isə yuxarıdan aşağı çəkilərək zəif və əzilmiş göstərilir. Sən öləsən. Yaxın gəlmə deyirəm. Yaxın gəlmə. Ara izlər. Yaxın gəlmə deyirəm. Məhəllə sakinlərinin yaratdığı və yaşadığı mühit fərdi konfliktlərə yol açır. Kamera birinci mühiti, sonra onun fəsadını göstərərək ideyanı aydın çatdırır. İstintaq filminin başlanğıcında kamera obyektiv və subyektiv baxışın sərhədlərində gəzişir. Şeyx rəis olmazdan qabaq nə ilə məşğul idiniz? İdmanla. Bəs necə olub ki, birdən-birə siz Şeyx rəis olmusunuz? Deyəsən sualım sizə aydın olmadı. Danışılan dialoqa uyğun olaraq gah Seyfiyə yaxınlaşır, gah Muradı göstərir, bəzən isə tam geriyə çəkilərək ikisini eyni anda obyektiv formada çatdırır. Növbəti səhnələrdə isə obrazları açmaq üçün subyektiv baxış bucağına müraciət olunur. Seyfi avtobusda gedərkən onun kənara sıxılmış halı qəhrəmanın düşdüyü təlatümləri çatdırır. Həbsxanada olan Muradın isə xəyallara dalması onun baxış bucağından göstərilir. Nəfəslik və işığın göstərilməsi, ardıca Muradın yaxından görüntüsü əvvəldə göstərilənlərin onun baxış bucağından olduğunu aydınlaşdırır. Bəs bir ildən sonra ona nə deyəcəksən? Düzünü deyəcəm. Əgər... Hələ ümid yeri var axı. Muradın gözünün qabağına gələnlər subyektiv baxış bucağı ilə əsaslandırılır. Bu subyektiv baxışlarla hekayə haçalanır və kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırmaq prosesi başlayır. Zərrə qədər şübhə eləmirsən. Mən sənə inanıram ancaq. Danışma.
Yatmırsan. Ay. Qəribə yuxu gördüm. Subyektiv kamera qorxu janrında da geniş istifadə olunur. Qorxudulmağa çalışılan əslində tamaşaçı olduğu üçün məntiqlidir. Başqa planetlərin sakinləri ilə əlaqə yaratmaq üçün inadla yollar axtarırıq. Amma yer üzündə insanların biri-biri ilə əlaqəsi varmı? ...1989-cu ildə çəkilən Əlaqə filmində elmi fantastika və müəmma, misteri elementləri birgə istifadə edilir. Üstəlik, tez-tez əsas qəhrəman olan tələbənin baxış bucağından hadisələrin göstərilməsi qorxu faktorunu da artırır. Göstərilən paranormal hadisələr tələbənin mental sağlamlığının yerində olmadığını çatdırır. Eyni zamanda onun duyduğu və hiss etdiyi subyektiv reallığı tamaşaçıya ötürür. Dəyişikliklər, məsələn, şəklə baxarkən olan transformasiya subyektivlik hissini gücləndirir. Nişanlı oğlanla qız da məyər ayaq üstə durmamışdılar. Gərək bütün şəkilləri yadımda saxlayam, sonra görsəm ki, qarı yenə onları mən evdə olmayanda gəlib dəyişdirir, onda yapışam yaxasından. Əlaqə filmi həm də əksər hissəsi subyektiv kamera bucağından çəkildiyi üçün kinomuzda istisnadır. Yarəm, nədir bir bu qədər ürəkləri qan etməyi? Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan. Övladların nə vaxtadək tərk vətən olacaqdır. Əl-ələ ver, üsyan elə, oyan Azərbaycan. Pəncərə filmində əsas qəhrəman kimdir? Yerimiz yoxdur. Buranın sahibi sənsən, qadan alım. Bizi məyus qaytarma, o qədər yol gəlmişik. Sözü adama bir dəfə deyərlər. Dedim yerimiz yoxdur və salam. Ay müəllim, qadan alım. Atam sən bir çıx eşiyə görüm, bəli ver. Burada internat evində yaşayan uşaqların tənhalığı göstərilir. Hərçənd hadisələr Əhsənin internata gətirilməsi ilə başlasa da, sonradan hekayə genişləyir. Xüsusilə köçəri obrazı geniş yer tutur. Ancaq məhz subyektiv kamera vasitəsilə biz təkrar-təkrar fokusun Əhsəndə olduğunu görürük. Obyektiv bucaqla ümumi vəziyyət, baş verən haqsızlıqlar, bir çox sosial məsələlər qabardılır. Nə görmüsən? Burxan müəllim direktora pul verdi. Sizə qutuların haqqıdır. Hə də. Biz burada tər tökürük, xeyrini özgələr görür. Uşaqlar, onlar bizi maymaq hesab edirlər. Sındırın. Ancaq Əhsəni ifadə edən subyektiv bucağı isə onun tənhalığını, özünə yer tapa bilməməsini, daim qapıya zillənən gözlərini ifadə edir. Təsadüfi deyil ki, Əhsənin ağlaya-ağlaya özünü atacağı pəncərəyə yaxınlaşması subyektiv kamera ilə addım-ba-addım izlənilir. Ətrafdakı problemlərdən əlavə, Əhsənin tənhalığı və mənəvi sıxıntıları onu intihara sövq edir. Dədə! Atam, niyə belə iş tutdun? Atam. Kərim hanı? Nə olub axı? Nə baş verib?
Kerim. Ay Allah. Girovun əsas dilemması bundan ibarətdir. Həyat yoldaşı əsirlikdə olan qadın ərinin əvəzinə gətirilən əsiri öldürəcəkmi? Bu sual film boyunca cavabını axtarır. Hadisələr obyektiv bucaqdan göstərilsə də, qərar anlarında qəhrəmanların əlində tüfəng olur. Tüfənglə birgə subyektiv kamera bucağı işə düşür. Sonanın tüfəngin tətiyini çəkməməsi bir neçə dəfə təkrarlanır. O nə qədər erməni girovunu öldürəcəyini bildirsə də, bunu etmir və ya etmək istəmir. Öldürme beni, öldürme yazık al. Çevir beni balalarının başına. Kərimi qaytarmaq üçün bu sağ qalmalıdır. Başqa çarəmiz yox idi. Ona görə tutub gətirmişik. Ancaq dəyişdirə bilər. Bir səhnədə isə tüfəng əl dəyişir və girov silahı Sonaya tuşlayır. Bu dəfə hadisə Sonanın baxış bucağından göstərilir. Bu səhnədə gərginlik yaradılmağa çalışılır ki, görəsən girov tətiyi çəkəcək ya yox. Ancaq o da etmir və gərginlik yoxa çıxır. Beləliklə, girova simpatiya yaranır və hekayənin dönüş nöqtəsinə çevrilir. İstənilən hadisəni ancaq obyektiv baxış bucağı və ya subyektiv baxış bucağı ilə göstərmək mümkündür. Vacib olan düzgün həlli tapıb tamaşaçıya göstərməkdir. Burada hekayəni duymaq və tamaşaçıya nə çatdırmaq istədiyini bilmək ən vacib məsələdir. Hekayənizi elə mənimseyin ki, seçdiyiniz baxış bucaqları tam və dəqiq olsun.